Salam əziz tələbələr, mən Qasımova Cəvalə. Bugün sizə 6 may tarixində keçirilən magistr sınağının ingilis dili suallarını izah edəcəm. E, deməli, mətnlərdən başlayaq. Birinci mətndə ilk suala baxaq. 6.1. The environment suffers when there is heavy packaging of the things we buy. Ətraf mühit suffers əziyyət çəkir, aldığımız əşyaların paketlənməsi zamanı, qablaşdırılması zamanı. Burada suffers əziyyət çəkir, packaging qablaşdırmadan, yəni paketlənmədən bu hissəyə əsasən götürmək olar ki, packaging is an important part of marketing these days. Okay, bu günlər bizim marketingin vacib bir hissəsidir, but much of it is a threat to the environment. Baxın, environment burada qeyd olunub. Ətraf mühitə threat təhdiddir. Ətraf mühit üçün bu təhlükədir. Threat təhlükədir, təhdiddir deməkdir. Yəni bu cümləyə əsasən bu true olur. Çünki əgər o bir təhdidsə, təhlükədirsə bu paketlənmə, qablaşdırma, deməli onda ətraf mühit bu paketlənmədən əziyyət çəkir. Ona görə truedur. And politicians and scientists are not giving any attention to the problem of the environment. Baxın, bu cümlə olduğu kimi var mətndə. İnkar cümlələrə həmişə diqqət edin. Yəni, mətn və dinləmə testlərinin ipucularından biri nədir? Suallarda inkar cavablar varsa onlara diqqət. Yəni, inkar cümləni yaradan nədir? No, not, never, hardly. Bu sözlərə diqqət edin. Bunlar olanda çox hallarda səhv olur. Baxaq, politicians and scientists, tutaq ki, mən onu bilmirəm. Politicians and scientists hardadır? Bu hissədə are now looking at the issues of energy saving and waste disposal. Baxın, bu cümlə burada təsdiqdədir, amma burada not verilib, inkardadır. Deməli, onda false-dur. Burada deyir ki, əksinə, siyasətçilər və alimlər ətraf mühit problemlərinə diqqət yetirmirlər. Burada isə əksinə deyir ki, həm siyasətçilər həm də alimlər enerjiyə qənaət və tullantıların ayrı utilizasiyası kimi problemləri, issue problemlərinə nəzər yetirirlər. Yəni qısacası mənanı bilməsək belə bu cümləni burada təsdiqdə, orada inkarda görürüksə, deməli bu false-dur. Keçdik 6.3-ə. It's difficult to get rid of plastic goods. Yenə mənanı bilmirik. Tutaq ki, it's difficult to get rid of plastic goods. Bu sözləri mətndə axtarırıq. Harda verilib? Baxın, difficult to get rid of cümləsi buradadır. Goods and packaging made of plastic create waste material and that is particular to get rid of. Yəni burada baxsaq, prosta o cümlə burada qısaldıb yazıb. Heç bir məna dəyişikliyi yoxdur. Deməli, onda truedur. Get rid of nə deməkdir? Qurtulmaq, aradan qaldırmaq. Deməli, plastik məhsullardan qurtulmaq çətindir. Bəli, burada da qeyd edir ki, goods, mal əmtələr və daha doğrusu plastikdən hazırlanan mallar və paketlər tullantı materialları create yaradır və ona görə də it's particularly difficult to get rid of. Onlardan qurtulmaq çətin olur. Yəni tərcüməsi də belədir. Sonra 6.4-ə keçək. Biodegradable nə deməkdir? Parçalana bilən. Material is harmful for the environment. Yenə bu cümləni mətndə axtarırıq. Biodegradable material. Hardadır? Bu hissədə. Deməli, əksinə, burada deyir ki, parçalana bilən materiallar harmful, zərərlidir ətraf mühit üçün. Amma burada isə qeyd edir ki, some household waste such as vegetable peelings is naturally biodegradable and so decompose gradually until it disappears. Bəzi məişət tullantıları, məsələn, peelings nədir? Qabıqdır. Tərəvəz qabıqları kimi məişət tullantıları deməli parçalana bilir və so decompose gradually. Tədricən çürüyür, yox olana dək. Deməli, onda bu zərərli deyil axı. Əgər bir material çürüyüb yox olursa təbiətdə, deməli o zərərli deyil. Ona görə false-dur. Biz bunu səhv kimi götürürük. Decompose. Decompose nə deməkdir? Çürüyüb torpağa qarışmaqdır. Aha, məsələn, burada deyir ki, istəmədiyim bir şeydən get rid of qurtulmaq. Bu ola bilməz. Bu remove'dur. Remove, aradan qaldırmaq sinonimi. Bu ola bilər.
Concerned with the protection and conservation of the environment, ətraf mühitin conservation, mühafizəsi və qorunması ilə bağlı narahatlıq, concerned, narahat. To check, yoxlamaqdır, neysə intervalları yoxlamaq deyir burada. Remove the skin from a piece of fruit and vegetable, bu peeldir. Yəni burada nəyi deyir? Meyvənin və ya tərəvəzin qabığını skin nədir? Dərisini remove, aradan qaldırmaq. Yəni peel, soyumaqdır. Deməli, decompose nədir? Çürüyüb, parçalana bilir, çürüyür və torpağa qarışmaq. To be broken down by the action of bacteria. Bakteriyaların fəaliyyəti ilə parçalanmaq, belə deyək. 8-ci tip suala baxaq. Bu tip suallarda uşaqlar nə edirik? Verilən cümlənin əgər bizə the sentence və dırnaq içərisində cümlə verib, implies that deyirsə, diqqətli olun. Bunu mətndə axtarmırıq. Biz sadəcə bu cümlənin sinonimini axtarırıq. Və tam olaraq tərcüməsini bilməsək də olar. Belə tip sualların işlənmə yolu nədir? İnkarlara diqqət edin. Bayaq da dediyim kimi, bax, inkarlıq çox önəmlidir. İnkarlıq yaradan sözlərimiz də hansılardır və əsas hansı sözlər mühüm rol oynayır? No, not, hardly, never. Without inkarlıq yaratmasa da, without-a da diqqət edin, mənaca negativlik yaradır da, without. Çünki with nədir? İlə, amma without nədir? Sözsüz, madam, mədən. Bunlara diqqət edin. Və onlydir, oldu. Bu sözlər də çox hallarda səhv çıxır. Baxağın, məsələn, heç mənanı bilmirəm. Ta ki burada bəzi, bax, nələri dəyişir, bir də onu deyim. Təkcə bu tip suallarda yox, mətinə aid də cümlələri mətndə axtaranda baxıb görürük ki, təbii ki, tamına cümlələri suallarda yazmır da. Orada nələrsə dəyişir. Ən çox nələri dəyişir? Sifətləri dəyişir, rəqəmləri, illəri, tarixləri, yer adlarını, bir də bəzi feillər var, artırma, azaltma. Bu kimi feillərə diqqət edin. İndi bax, burada deyir huge landfill size. Huge nədir? Nəhəng. Landfill, yəni zibillik sahələri. Huge nəhəngdir, amma burada small landfills deyil. Kiçik zibillik sahələri. Bu getdi. Sonra burada qeyd edir ki, have to be dug out. Dug out nədir? Digin keçmişidir. Üçüncü forması daha doğrusu qazılmalıdır deyir. Nəhəng zibillik sahələri. Amma B variantında without deyir. Bax, without olanda tam əksidir. Qazılmadan. Əksini deyir without. Bu da getdi. Burada da C'də də baxın without the need for landfill sites. Burada da without var. Zibillik sahələrine ehtiyac olmadan. Amma burada deyir qazılmalıdır. Axı təsdiqdə deyil. Burada da qeyd edir ki possibly causing problems for future generation. Generation nədir? Nəsil. Gələcək nəsilləri problemlərə səbəb olur. Amma burada without causing problems. Problemlərə səbəb olmadan deməli qaldı D variantı. Deməli belə. Yəni qısa ipucularla biz tapa bilərik. Sonra keçdik 9-a. Burada səhv cavab istəyir. A variantında səhv nəyə görədir? Some household waste isn't naturally biodegradable. Yəni, yenə də inkarlıq var. Diqqətli olaq. Bəzi tulantı məhsulları deyir, parçalana bilən deyil. Əksinə burada deyir ki, some household waste such as vegetable peelings naturally biodegradable deyir. Is biodegradable. Təsdiqdə görürük. Amma burada inkarda görürüksə, deməli bu səhvdir. Tulantı materialları əksinə deyir ki, parçalana biləndir. Belə. 10-cu suala baxaq. What is the damage of packaging for environment? Damage for packaging for environment. Deməli, ətraf mühit üçün paketləmənin zərəri nədir? Damage. Zərəri nədir? Zərəri bu hissədə. Yəni, burada nə qeyd edirdi? Packaging. Much of it is a threat to the environment. Ətraf mühitə təhlükədir. There are two reasons for this. Bunun iki səbəbi var. The production of such packaging use up a great deal of energy and cartons. Wrappers are not difficult to dispose of when they become waste material. Deməli, çünki nəyə görə? Bu paketlərin istehsalı çoxlu enerji və karbon sərf edir və onlar artıq are often difficult to dispose və onlar tulantı materialı olanda onlardan qurtulmaq çətin olur. Yəni, deməli, zərəri bizə tulantı materialı olanda onlardan qurtulmaq çətin olur və təbiətdə uzun müddətli qalırlar. Deməli, sonra 10.3-ə baxaq.
Bir də 10.3-ə cavab var. Which materials are biodegradable? Hansı materiallar deməli parçalana bilərdir? Onu bayaq artıq üçüncü dəfə oxuyuram. Biodegradable harda verilib? Hansı materiallar? Household waste, ev məişət tullantıları such as vegetable peelings. Tərəvəz qabıqları kimi məişət tullantıları is naturally biodegradable. Parçalana biləndir. Belə. İndi keçdik digər mətnə. Digər mətnimiz uzun olsa belə, əslində birinci mətndən daha rahatdır sözləri. Çox çətin tipli heç bir söz yoxdur. Aha, 6.1'e baxaq. Daha doğrusu 11.1. Those who bought and sold alcoholic drinks were sent to prison. Bax, zamana da diqqət edin. Ha, burada deyir, prison nədir? Türməyə göndərilərdi. Spirtli içki satanlar və alanlar. So who bought sold alcoholic drinks were sent to prison. Harda verilib bu cümlə? Baxın, alcohol was illegal. İçki illegal idi, qanunsuz idi. You could neither drink, nor make it, nor buy it, nor import it, nor sell it. Nə içər, nə düzəldər, nə ala, nə də ithal və edər, nə də sata bilərsən. Bilərdin. If you did, you could go to prison. Əgər etsəydin, türməyə gedə bilərdin. Deməli, truedur. Baxın, bax, always üstünü xəttləmişəm. Alcohol has always been prohibited in the USA. Prohibit nə deməkdir? Qadağan etmək. Diqqətli olun, mətn və dinləmə testlərində hansı zaman zərflərini görsək çox hallarda səhv olur. Bax, bizə always, never, usually, often kimi zaman zərfləri verilirsə, bu çox hallarda səhv olur. Çünki burada deyir ki, alkoqol həmişə qadağan edilir Amerikada, amma əksinə, today you can sit in a bar and drink a beer just as long as you are not below age limit. 100 years ago you couldn't. Bugün sən deyir bir barda oturub pivə içə bilərsən deyir. Əgər sən yaş limitindən aşağı deyilsənsə, yəni yaş limitini keçməmisənsə, amma deyir 100 il əvvəl bu mümkün deyildi. Deməli, həmişə olmayıb. Keçmişdə olub, amma indi keçmişdə illegal idi, amma bugün içə bilərsiniz spirtli içki. Always varsa səhvdir. Al Capone could hardly influence the police and politicians. Hardi var, inkarlıq varsa çox hallarda səhv olur. Burada da gördüyünüz kimi false. Çünki burada deyir Al Capone polislərə deyir təsir edə bilmirdi və siyasətçilərə. Influence the police and politicians. Hardadır bu sözləri axtarırıq mətndə? Deməli, baxın, police, politicians bu hissədədir. He was so powerful that he could control anyone he wanted to. O deyir, o qədər güclüydü ki, istədiyi kəsi deyir, idarə edə bilərdi. He could buy policemen. Polisləri ala bilərdi. He could buy politicians. Siyasətçiləri ala bilərdi. Deməli, onda düzgün səhvdir də. Çünki burada deyir, təsir edə bilmirdi. İnkarda verib. Many of Al Capone's enemies were afraid of him. Al Capone'un düşmənlərin çoxu ondan qorxurdu. Bəli, true. Enemies hardadır? Bu hissədə. Baxın, frightened. Capone had lots of enemies. Çoxlu düşmənləri var idi. But most of his enemies were frightened of him. Amma düşmənlərin çoxusu ondan qorxurdu. Bəli, burada orada frightened sözünü burada nə ilə əvəz edib? Afraid of-la, ikisi də qorxmaq deməkdir. Və orada lots of enemies-dir, çoxlu düşmənlər. Kəmiyyətlərə də diqqət edin. Bir də kəmiyyətlərə xüsusilə diqqət edin, dəyişirlər. Burada onu meaning ilə əvəz edib doğrudur. Amma if you desəydi, o səhv olardı. Çünki a lot of çoxdur, if you bir neçədir. Keçdik 12-ci suala. Finally, Al Capone was arrested. Nəhayət, Al Capone arrested, həbs edildi. Arrest hardadır? Yəni, həbs edilmək, he was sent to prison for not paying taxes. Taxes, vergi, paying, ödəmədiyinə görə göndərildi həbsə. Deməli, not paying taxes hardadır? Pay taxes. Because he refused to pay tax. Not pay yerinə refuse yazıb. Yəni, refuse nə deməkdir? Rədd etmək. O vergiləri ödəməyi rədd etdiyinə görə. Determined qətiyyətli deməkdir. Qərarlı, qətiyyətli. Decision nədir? Qərar.
Having made a definite decision to do something. Neyse etmek üçün, yəni çox qəti qərara malik olmaq. Qəti qərar vermək. Verən biri daha doğrusu. E, Burada adı not giving enough attention. Deməli diqqət göstərməməkdir əksinə. Attracting your attention as they are special. Onlar xüsusi olduğuna görə onlara diqqəti cəlb etmək. That can be trusted, güvənilə bu trust force'idir. Feeling fear, qorxu hiss etmək. Bunlar fərqli ifadələrdir. 14'də. Üçüncü paragraf necə başlaya bilər? Bu paragraflı mətnlərdə fərqli sual tipi budur. Paragraf ilk cümləsini buraxır və bizdən paragraf necə başlayar deyir. Baxın deyir ki, it remained illegal for 14 years. 14 il qanunsuz, qeyri-qanuni qaldı. Illegal, unlawful. İkisi də qanunsuz deməkdir. Ve burada bir de bakın, before 1919 alcohol drinks were very popular in the United States. 1919 ildən əvvəl alkohol, spirtli içkilər Amerikada çox məşhur idi. Burada da baxın iki dənə ipucu, bir illegal ilə unlawful uzlaşdırdıq, bir də 1990 illər uyğunluq təşkil edir. Alcohol became unlawful in the year 1919. Spirtli içkilər 1919 ildə qeyri-qanuni oldu və 14 il qeyri-qanuni qaldı. Və 19-cu ildən əvvəl isə spirtli içkilər Amerikada çox məşhur idi. Baxın, bunlar mənaca bir-biri ilə uyğunluq təşkil edir. Belə uyğunlaşdırırıq. Sonra paragraf necə başlayır tipli testlərdə diqqət edin. Məsələn, burada ikinci cümlədə she, he, they kimi şəxs əvəzlikləri olsa, onlara diqqət. She desə, məsələn, əvvəlki cümlədə mütləq qadın cinsi olmalıdır. He desə, kişi cinsindən olan bir şəxsin adını çəkməlidir. They desə, cəm isim olmalıdır. Bir də digər ipucu da təbii ki, yanındakı cümlə ilə məna uyğunluğu təşkil etməlidir. Mesela adı there are many negative effects of drinking much alcohol. Çox alkoqol içməyin negativ təsirləri var. Burada negativ təsirdən danışmır axı sonraki bu getdi. The manufacturers were still going about their business. İstehsalçılar hələ də öz işləri ilə məşğul olurdular. Burada elə onu qeyd edir də. Digər paragrafda əgər həmən cümlə haqqında danışırsa, həmən cümlə bu paragrafın ilk cümləsi ola bilməz. Rəsmi olaraq deyir dayandı, it stopped officially, but it continued to prosper unofficially in place of big business there was big crime. Amma qeyri-rəsmi olaraq deyir əslində gelişmeye devam etdi. Bir növ bu cümlədir də əslində. It was considered that alcohol and drugs were not harmful. Spirtli içkilərin və narkotikin zərərli olmadığı hesab edilirdi. Yəni burada heç drugs haqqında danışmır. The government decided to make a drink industry legitimate. Hükümet qərar aldı ki, bu içki sənayesini qanuniləşdirsin. Əksinə burada illegal deyir, qanunsuz qaldı. Qeyri-qanuni qaldı daha doğrusu. Yəni icazə yox idi. 15'də hansı suala cavab var qeyd edir. What is prohibit to use in the USA today? Bugün Amerikada nə qadağan edilir? Prohibit. Today you cannot use hard drugs because it's against the law. Bugün deməli narkotikdən istifadə edə bilməzsiniz. Çünki bu qanuna against, qarşıdır. Deməli nə qadağan edilib? Drugs, narkotik. By whom was Al Capone supported by? Support nə deməkdir? Dəstəklənmək, kömək etmək. Al Capone kim tərəfindən kömək edilir? Kim dəstək olur? Deməli, in his fortress at Chicago, he was quite safe because he was a friend of the mayor, Big Bill Thompson. Big Bill liked Al Capone because he liked his drink. O Chicago'daki qalasında təhlükəsiz idi. Çünki deyir, onun dostu mayor Big Bill Thompson idi. Çünki Big Bill Capone'nin içkilərini bəyənirdi. Deməli, kim dəstəkləyirdi? Big Bill Thompson. What was the reason for Al Capone's arrest? Reason nədir? Səbəb. Arrest nədir? Həbs. Həbsinin səbəbi nə idi? He was sent to prison for not paying taxes. Vergiləri ödəmədiyinə görə deməli, həbsə göndərildi. Deməli, səbəb nədir? Not paying tax. Vergiləri ödəmədiyi üçün. Aha, gəldik qrammatikaya. Qrammatikada birinci sualımız tense form zamanlarına bağlıdır. Zamanlarla bağlı testlərdə nələrə diqqət etməliyik?
Birinci ipucu zaman zərfləri, ikinci ipucu zaman uzlaşması, üçüncü ipucu bağlayıcılar və dördüncü ipucu isə mübtəda xəbər uzlaşması. Bağlayıcılı gördüksə, yəni when, while, till, until, after, before. Bağlayıcılardan sonra diqqət edin uşaqlar. Have, has, had, participle to. Yəni bitmiş zaman formaları and will, would, gələcək zaman formaları olmaz. Bunları atırıq. Deməli, when-dən sonra ataq. Will come, has come. Bu zamanları attık. Sonra zaman uzlaşmasına baxırıq. Yəni bildiyimiz kimi keçmiş zaman indiki zamanla uzlaşa bilməz. Keçmiş zaman gələcək zamanla uzlaşa bilməz. Məsələn, would keçmişə aid zamandır, is indiki zamana aiddir. Bunu atdıq. Və D niyə səhvdir? Biz təkcə bağlayıcıdan sonra hansı cümlədir? Budaq cümlə. Budaq cümlədə have, has, had, participle to, bitmiş zaman formaları, bir də will, would, gələcək zaman formaları olmaz dedik. Bağlayıcıdan əvvəl, yəni baş cümlədə hansı zamanlar işlənə bilməz? Baş cümlədə də have, has, participle to və would işlənə bilməz. Yəni indiki bitmişlə would heç bir zaman, heç bir nə baş nə də budaq cümlədə olmur. Ona görə D-ni də atırıq. Ümumiyyətlə budaq cümlələrdə bir tərəf present simple, indiki sadə zamandırsa, digər tərəf mütləq will olmalıdır, unutmayaq. Ona görə qaldı C variantı. Sonra 17-də preposition sözünləridir. Leave, left. Uşaqlar, leave və left feillərindən sonra yalnız hansı sözünlər işlənə bilər? Ya for işlənə bilər, ya da heç nə, boşluq. Ona görə heç nəyə atmırıq. Çünki left home, were late, leftdən sonra for da ola bilər, boşluqdur. İndi bura baxaq, arrive. Arrive'dən sonra in də ola bilər, at da ola bilər. Nə zaman in olur? Uzaq yerə gedəndə, çatanda, uzaq yerə çatanda in, yəni şəhərə, ölkəyə, kəndə, amma yaxın yerə çatanda ətdir. İndi burada airport, aeroporta çatmaq yaxın yerdir. Yəni uzaq yer deyəndə neyinə də nəzərdə tutulur? Şəhər adları, ölkə adları, kənd adları, şəhər, ölkə bunlardır. Amma şəhər daxil olan hər şey ətdir. Ona görə burada ət olacaq. S-də in var ortada, D-də də in var, A-da da in var, qaldıq B-nin Y arasında. Miss qaçırmaq, ötürmək. Miss-dən sonra heç bir sözün işlənə bilməz. Burada isə to var. Ona görə cavab B-dir. Gəldik 18-ci suala. Diyaloqdur. Diyaloqlarda diqqət edin, sual-cavab şəklində gedir. Təbii ki, hay varsa hay ilə başlamalıyıq, salamlaşma ilə başlayın. Hi Dan, 8 ilə başlayırsa ay ilə yeni atdıq. How was your vacation? Məzuniyyət necə idi? Tətilin necə idi? It was excellent. Əla idi. Baxırıq 8-dən sonra 2 gələ bilməz axı, təxminən bir həftə deyir, müddəti getdi. Müddət ola bilməz, ona görə deyini atdıq. Əla idi. I went to Hawaii with a cousin. We had a great time. Kuzenimlə Hawaii'ye getdik. Biz de çox gözəl vaxt keçirdik. Sonra 8-dən sonra 1 gəlir. Sonra 4 gəlməlidir. Lucky you. Şanslısan. How long were you there? Orada nə qədər müddət oldun? Nə qədər müddət? About a week. Təxminən bir həftə. 4-dən sonra nə gəlməlidir? 2. Amma burada 3 gəlib. Deməli qaldı C variantı. Təxminən bir həftə. Fantastic. Was the weather okay? Hava yaxşı idimi? Not really. Xeyr, çox da yox. It was cloudy most of the time. Çox vaxt buludlu olurdu. And sonra 5, but we went surfing every day. Hər gün surfə gedirdi. The waves were amazing. Dalğalar çox möhtəşəm idi. And 6. So what was the best thing about the trip? Səyahətlə bağlı ən yaxşı şey nə idi? Well, something incredible happened. You won't believe it. İnanılmaz bir şey baş verdi. Sən inana bilməyəcəksən. Və 19-cu sual negative sentence, negativ cümlələrlə bağlıdır. Bir cümlədə iki inkar ola bilməz, buna diqqət edək. Məsələn, baxaq görək, elə bir cavab varmı? Yoxdur. Deməli, hansı sözləri inkar cümlədə rast gəlsək səhvdir, buna diqqət edin. Cümlənin sonunda to ola bilməz. İnkar cümlənin sonunda to olmaz. İnkar cümlənin sonunda as well olmaz. Buna diqqət. Sonra inkar cümlədə also olsa səhvdir. Was olsa səhvdir. Still olsa səhvdir. And olsa səhvdir. Some olsa səhvdir. Sadəcə and və some bir halda ola bilər. İnkar
cümlənin başında and və some işlənə bilər. Amma inkardan sonra and çevrilir ora, some isə çevrilir anyyə. Deməli, B-də A-da mother drank neither juice nor coffee, so did granny. A niyə səhvdir? Çünki burada qısa cavabla cümlənin neither nor burada okey doğrudur. Bu inkar cümlədir. Amma inkar cümləni so təsdiqləyə bilməz axı. İnkar cümləni neither did granny ya da nor did granny. Neither ya da nor təsdiqləməlidir. B-də both either var. Either, yet və at all əgər cümlənin sonundadırsa, o cümlə əksinə inkarda olmalıdır. Either bu cümlədə inkarlıq yaratmır. Bu cümlədə heç bir inkarlıq yoxdur uşaqlar. Ona görə beyni də sildik. Əksinə, yadda saxlayın. Either, yet və at all cümlənin sonundadırsa, o cümlədə mütləq inkarlıq olmalıdır. Məsələn, var daha doğrusu. Never var. Never var. Amma burada onda nədir səhv olan? Both'dur. Both dediyi axı inkarda ola bilməz. Sonra need, waste. Needdən sonra əgər birbaşa feil gəlirsə, bu modal feil hesab olunur. Modal feil kimidir inkarı? Needn't özü ilə yaranmalıdır. Amma burada don't-la verib. Needn't waste olmalıydı. Yadda saxlayın. Needn't olması üçün birbaşa feil gəlməlidir ya da əksinə birbaşa feil gəlirsə inkarı özü ilə yaranır. Needdən sonra to'lu feil gəlsə, isim gəlsə, əvəzlik gəlsə, bu halda biz onun inkarını və sualını don't-la yaradırıq. Sonra D-də niyə səhvdir? Çünki inkardan sonra and olmaz. And nəyə çevrilir dedik? Ora çevrilir inkardan sonra. Deməli, qaldı Y variantı. Hardly ever had a good job. 20-də choose the wrong pair of synonyms. Səhv sinonimləri seçirik. Realize, iki mənası var. Gerçəkləşdirmək və dərk etmək, başa düşmək. Understand, başa düşmək. Deməli, true, doğrudur. Reject, refuse, bir də var, deny. Rədd etmək, inkar etmək. Accept, qəbul etmək, receive də. Receive, almaq, qəbul etmək, truedur. Increase, artırmaq, raise də. Artırmaq, qaldırmaq. Amma manage, həm idarə etmək mənası var, həm də öhdəsindən gəlmək. Insist amma təkid etməkdir. Sözün üstündə unutmayın. Insist on, sinonimi də persist indir. Bu qədər. İmtahanda hər birinizə uğurlar arzulayıram uşaqlar. İnşallah hər biriniz istədiyiniz nəticəyə nail olarsınız. Şansınız bol olsun. Ümid edirəm ki, mənim də izahlarım sizə bir köməkliyi dəyəcək. Çox sağ olun dinlədiyiniz üçün.